Bu gün biz sizlərlə birgə Şimal tropik xəttinin kəsdiyi ölkələri birlikdə öyrənəcəyik. Dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. İmtahanlara çox vaxt, deməli, az bir vaxt qalmışdır. Bu video sayəsində siz rahat şəkildə yadınızda saxlaya bilərsiniz ki, Şimal tropik xətti hansı ölkələrin ərazisindən keçir. Şimal Amerika materikində Meksika dövləti ərazisinin Şimal tropik xətti kəsir. Afrika materikində Qərbi Səhra, Mavritaniya, Mali şimal hissədən kəsir. Diqqət yetirək, Əlcəzair cənubundan keçir. Liviya, Misir dövləti, daha sonra Səudi Ərəbistanı, daha sonra Birləşmiş Ərəb Əmirlikləri, Oman dövləti bu hissədən Şimal tropik xətti kəsir. Hindistan, baxın, Pakistanı kəsmir. Diqqətli olaq, Pakistanı kəsmir. Hindistan, Bangladeş, Myanmar, Çin, bu da Tayvan adası, deməli, Şimal tropik xəttinin kəsdiyi ərazilərdən, hissələrdən sayılır.